Fəridin babası dedi: "Oğlum, biz burada səninlə söhbət edirik, deyilmi?" Fərid dedi: "Hə baba, düz deyirsən, söhbət edirik." "Oğlum, biz burada söhbət etdiyimiz zaman dünyada nələr baş verir? Görünən, görünməyən hər şey var. Amma biz gördüyümüz üçün bilmirik onlar nə edirlər. Amma bilsəydik, bəlkə də qorxardıq. Qorxsaydıq da bu qorxuya ürgəşərdik. Çünki insan qorxuya ürgəşəndir. Və ürgəşdiyi üçün də insan hər işə daha da tez ürgəşir və hər yaxşılığı etmək üçün çalışanda o yaxşılığa görə daha çox ürgəşir. Pisliyə də belə ürgəşmək var, yəni insanda, yəni oğlum. Məsələn, bir insan nə qədər pislik etsə, o pisliyə ürgəşir və deyər ki, bu pislik mənim üçün çox rahatdır. Mən həmişə pislik edim. Eyni zamanda bir insan bir yaxşılıq etsə, o yaxşılıq onu çox sevindirsə, o yaxşılığı çox edəcək. Çünki deyəcək, bu yaxşılıq məni çox sevindirir. Mən həmişə yaxşılıq edim. Həm səbəb olsun, həm də mən hamıya kömək edim, hamı da rahat yaşasın, deyər. Amma əgər insan ürgəşmədiyi zaman, ürəyi istəmədiyi bir işi görsə, insan o işi heç vaxt edə bilməz. Məsələn, oğlum, sən bir mağaza sahibi olursan və o mağazanı özün işlədirsən. Amma sən o mağazanı işlətmək istəmirsən və sən buna məcbur qalıb həmişə o mağazanı işlətməlisən. Amma sən mağaza sahibi yox, meyvə satan olmaq istəyirdin. Hər meyvəni satmaq istəyirdin. Sənin istədiyin iş o idi və o işi görəndə ürəyin rahat olacaqdı. Çünki deyəcəkdin, mənim istədiyim iş, xəyallarımda istədiyim iş budur. Meyvə satmaq, mağazada olmaq yox. İnsan istəmədiyi işi görəndə ürəyi sıxılar, rahatsız olar və o işdən tez qurtarmaq istəyər. Məsələn, deyər ki, nə olar, biraz vaxt tez keçsin, bu işdə qurtarım. Amma istədiyi işi olsa, deyər ki, ümid edirəm vaxt gec keçər, biraz da burada vaxt keçirdə bilərəm. Ona görə də insan istədiyi işdə işləyə bilsə, çox rahat olacaq, ürəyi də rahat olacaq. Çünki insan deyəcək ki, mən bu işi istəyirdim və Allahın köməkliyi ilə mən artıq bu işdəyəm. İnsan da hər zaman deyəcək ki, mən artıq ürəyim sığmır və mən yaxşıyam. Və Fərid babasına dedi, baba, bəs sənin arzun nə idi, hə? Deyə bilərsən, yəni sən mağaza işlətmək istəmirdin, meyvə satan olmaq istəyirdin. Oğlum, mən səni bunu məsəl olaraq dedim. Məsəl dedim yəni. Amma mənim arzum bir taksici olmaqdır. Taksicilər hər zaman yeni insanlarla tanış olur. Amma mən avtobus sürən oldum. Baba, fərqi nədir? Orada daha çox adam tanıyırsan. Yox, oğlum, burada çox böyük fərq var. Mən azca fikrim dağınıq olsa, bütün içəridəki insanlara xəsarət və xətər yetirə bilərəm. İnsanları yaralandıra ya da nəsə ola bilər deyə qorxusundan heç nə danışa bilmərəm. Sadəcə gələnlərə salam, sağ ol deyə bilərəm. Amma mən taksici olsaydım, onda o taksinin güzgüsündən hamıya deyərdim. 2-3 dənə dalda adam olur. Bir də qabaqda. Yəni onlarla rahat söhbət edərdim. Amma onların da candır. Mən demirəm, mən fikirləşmirəm demirəm. Sadəcə məsuliyyətdarlıq yəni deyirəm. Mən o insanları düzgün aparıb gətirəcəm. Doğrudur oğlum, amma çətinlik o insanları avtobusda sürəndə onları qorumağa çalışmaqdır. Bütün insanların canı mənim əlimdədir. Mən əlimdən gələni edib onları qurtarmalıyam. Balaca maşını idarə etmək asandır oğlum. İnsanlar da az olur və qəza olanda insan çox az bir yara ilə qurtula bilir Allahın köməkliyi ilə. Heç bir kiməsə hər bir maşın sürən və taksi sürən, hamısını yəni avtobus sürən Allah qorusun. Çünki onlar olmasa çətinlik olar. Allah hamını qorusun. Allah hamıya kömək olsun, oğlum. Əgər mən taksi sürən olsaydım, onda məsuliyyətsiz biraz davrana bilərdim. Amma mən məsuliyyətli davranmalıyam. Ona görə də deyirəm ki, fərq var hər bir şeydə. Məsələn, mən avtobus sürən oldum, məsuliyyət mənim üzərimə çox qoyuldu və
məsuliyyətimi mən fikirləşib boş verə də bilərdim. Hamının canını boş verə bilərdim ki, onsuz da mən taksi sürən olma bilmədim. Amma özümə dedim ki, mən məsuliyyətimi boş verə bilmərəm və insanları sağ-salamat istədikləri tərəflərə aparıb gətirirdim. Hamısında taksi sürən kimi, yəni taksi sürmürəm, avtobus sürürəm, yaxşı tanıyırdım. Amma çox uzun söhbət edə bilmirdim. Taksi uzun yollara qədər aparırlar yəni. Böyük avtobus verməmişlər mənə, sadəcə şəhərdən şəhərə. Ona görə də hər işdə məsuliyyətli olmalısan oğlum. Birdən sən o işi səhv gördün və özünə xətər yetirdin ya da başqasına bir xətər yetirdin. Onda sən də çətində qalacaqsın, o adam çətində qalacaq. Ona görə də hər işdə məsuliyyətli olmaq insanın fikrində və hər zaman düşünülməsi gereken bir şeydir. Çünkü insan eğer səhv görərsə o bildiği işi, onda hər insana xətər yetirə bilər. Özü bilərək ya da bilməyərək. O insanın günahı onda ola bilər ki, bilərək bunu edib ki, iş yoldaşına xətər yetirsin və işi özü çox görsün və çoxlu pul alsın. Amma Allah görür oğlum və Allah haram pulu istemez insan kazansın. O insanın artık ürəyi qapqaradır, ağ değil. Allah niyəti təmiz, ürəyi təmiz insanları sevər. Onun kimi yalançıları və insanlara zərər verənləri yox. Və Fərid deyir: "Baba, bəs sən bunları hardan bilirsən?" Mənə də babam danışmışdı, oğlum. Demişdi ki, sən oğlum, işini düzgün gör, heç kimə xətər yetirmə. Sən əgər bilməyərək kimə zərər vurmusansa, əlindən gələn köməyi et o insana. Ailəsinə çörək, ərzaq, aylıq ərzağı verə bilsən. Edə bilsən ən yaxşı köməyi et. Ən yaxşı xəstəxana yapar o insana, əgər zərər çox böyükdürsə. Əgər insan düzgün iş görərsə və işini çox yaxşı edərsə, heç kimə xətər yetirməzsə, o insanı hamı sevər. Deyər ki, bu insan yaxşı iş görür. Bu insanın yanına gedək, bizim bu maşını o düzəlsin, bizim bu xarab olmuş kondisioneri o düzəlsin. O insana etibar edərlər oğlum. Çünki insana etibar ən böyük və ən gözəl bir şeydir. Çünki insan etibarlı olanda onun yanına çox insan gəlir. Etibarsız insanın yanına insan gəlməz. Çünki ona inanmazdır. Deyərlər ki, buna etibarım yoxdur mənim. Bu mənim bəlkə əşyamı sındırar, parçasını götürər, sonra deyər əşyan xarabdır. Sonra mən evdə gətirərəm, görərəm parçasını oğurlayıb. Mən sonra necə o insanın yanına gedib deyəcəm ki, sən mənim o kondisionerimin parçasını, maşınımın parçasını alıb satmısan. Heç kim mənə inanmaz. Ona görə də ən yaxşısı etibarlı insanla söhbət etmək, danışmaq və dostluq qurmaqdır. Çünki etibarlı insanın ürəyi təmiz və niyyəti də təmiz olar. Etibarsızınsa ürəyi qara, niyyəti də pis olar. Ən yaxşısı insanları sevən və onlara kömək edən insanlardır. O insanlar heç kimə zərər vurmaq istəməz. Allah rızası üçün hamıya kömək edərlər və sadəcə deyərlər ki, Allah məni görür. Mən nə etsəm də o Allah məni görür və şükür olsun Allaha deyərlər. Və Allah da onların şükrünü qəbul edər. Amma pis insan desə ki, Allah məni görmür, onsuz da görərsə, mən deyərəm ki, belə oldu, elə oldu. O elə bilər oğlum ki, Allah onu görmür. Amma Allah onu görür. Amma o sanar ki, Allah onu görmür və elə bilər ki, Allaha yalan danışıb cənnətə gedər və həmin adam deyər ki, Allah inandıracam ki, mən yaxşı insanam. Amma o insan bilmir ki, Allah necə bir qüdrətli və inanılmaz yaradan, o hər şey görür, kainatı böyük genişliyi yaradıb. Onun cənnəti də böyükdür, mərhəməti və qüdrəti, əzəməti də böyükdür. Amma yalnız Allahı sevən, Allahı tanıyan insanlar bunu bilər. Allahı sevməyən və tanımayan insanlar bunu bilməz oğlum. Çünki ən yaxşısını Allah bilər. Allah hər şeyi görür. Hər şeyi mələkləri vasitəsilə və öz gördüyünə görə də insana nə qədər yalan danışsa Allaha, Allah deyəcək: "Mən hər şeyi görüb və bilmişəm. Sən yalan danışırsan. Sənin yerin artıq cəhənnəmdir." İnsan deyər: "Yox Allahım, abunə olun, ailəmizə qatılın, su çərşənbəniz mübarək, hər kəsə təşəkkürlər."